Selamünaleyküm hanımlar, kanalıma hoş gelmişsiniz. İndi salamlaşmaq alanda gəlmişik Göygölə. Özüm də birinci dəfə gəlirəm bura. Baxın görüm, dəyər bu boyda neçə saat yola gəlmək üçün neçə saat yolda olmuşuq. Dağın gözəlliyinə. Təmirə bağlıdır deyə buradan baxası oluruq Göygölə. İndi də buradan gedirik Maral Gölə. Avtobusla gedirik. Yəqin ki avtobusla minib getməliyik. Artıq saat neçədir? 8-in yarısıdır. Hava qaralana kimi orada gedib qayıtmalıyıq. Avtobusa 10 nəfər yığılmağını gözləyirlər ki, yola çıxsın deyə. Saat 8-ə kimi iş vaxtıdır. Saat 8-ə kimi iş vaxtıdır deyə 10 nəfərin yığılmağını gözləyirlər o da ki indi. Yığılaya, yığılmaya. Deyəsən gedəsi olmadıq. Xaricdə olan kimi şüşə, kağız, plastik yemək alınmayan. Avtobuslarla gəldik. Bizi burada qoyub getməsələr yaxşıdır. Bu neydi o? Əməlli qocalmışam. Nə pis yoruldum. Mikrofon, hər şey gətirmişdim. Yaddan çıxıb maşında qalıb. İnşallah ki artıq səslər gəlmir. Bu uşaq necə yolunu çətinləşdirir. Qaynatam demişkən ölü səslər çıxardır. Maral Göl. Cemaat orada şəkil çəkir. Gidib orada çəkmək lazımdır. Belə bir gözəllik. Allaha həmd olsun. Bu gözəlliyi yaradan. Balıklar var. Neyse var. Su turu da güzeldi. Orada kazıtsa 300 pille var imiş. 300 pille ne? Orada da biraz yaşlı hanımlar geceden kalkırlar. Benden beter. Biz artık düşürük. Videoda başqa cür uzunlamasına çəkmişdim. Mənim oğlum balacası, hamı normal uşaqlar, normal qıraqda dururlar. Mənimki suyun içindən yığıldı, bir oyun gəlməlidir. Buna görə yarımçıq qaldı bizim də çəkilişlərimiz. Qəşəng çəkmək istəyirdim oralarda. Çox sağ olsun. Bütün
Ortaya kimi yaşıldı. Krasovkaları, şalvarı, bütün hamısı su içindedir. Şap-şap elə indi gedirik. Zapasnoy şalvar. Yaxşı ki gətirmişəm. Prosta ayaqqabı, tapçıqa gətirmişəm əlavə. Şap-şap geyindirib gəzdirəcəm indi onu buralarda. Namaz vaxtıdır birazdan. Tez gidip çataq. Cemaatda düşür, oradan düşənlər. Bizim avtobusumuz hani? Necə indi? Bir tane gelmeye göreydi ödəniş. Biraz aparmaq. Şalvarı geçti. Keçin yandı. Qorudur özünü. Kebab olacak ayağım. Peki hedeflisini birini götürün. Yok bir tane söz. Ana bak çok maşallah. Bu el işi de ha bu. Ben el işte. Ama otomotu çok hoş yani. Bu da güzel bir şey. Kanlar alır evde bozulur. Getireyim de otele. Belə bir yerde kaldık. 4 nəfərli belə yer idi. Elə belə səliqəyə salmışam. 2 stol. Evet, buradan çölden gösterelim. Burada koridorda. Böyle bir yerde. Buraydı. Böyle bildim bütün hamısı butulkadan da kastı. Yarım çoxdur. Uşaqlar demişkən. Yusif Cəfərov, İbrahim Cəfərov, memar. Bu qardaş, bu qardaşı qardaş üçün, öz doğma qardaşı üçün tikib də buranı. Deyəsən itkin düşmüşdü, nəydi elə bir şeydi. Bu taraftan da çekeyim. Taraftan da bakın görün ne var. Neler yazılıp. Burası ise Han Bağı. Geçen sık ağaçlar var.
Buna da mindik. Buna da. Böyle bir basenli evde. Buradan keçirik evə. Belə bir evdir. Bu tərəfdə belə mətbəxdir. Balaca belə bir mətbəx. Burada da belə yataq otağı. Eləncə şifanyerlə balaca yataq otağıdır. Bu qonaq otağıdır. Beləncə televizorun bizimkilər burada var. Bura isə ikinci yataq otağı. Belə bir otaqdır. Təmiz, səliqəli. Burada sanuzel otağı. İndi biz qalxdayıq. Hələ ki ən bəyəndiyim yer bu qalx olub. Çox gözəldir. Həm dağlıq, həm yaşıllıq. Süper mənzərəsi var. Burada qayaların içindən kişini tapız. Çayın ortasında oturup.
Orada geçen şekil çekmiyorlardı ama. Bu safkalarım yaşlı olacak. Çok güzeldi. Burada böyle bir yer de var. Orada da oturmak var. Orada da oturmak var. Orada da şekil çektirmek için yer. Çeker misin? Ben buranı çekeyim. Orada skameyka. Ay. Balaca böyle oturmak yeri. Aa, orada da var ya. Ne yaxşı düzeldirlər. Balaca stullar. Bura вообще. Ne böyle? Süper. Ha. Biz indi Zakataladayıq. Burada da böyle bir göl kimi yaranıb balaca. Orada deyəsən aşıb su sel yağı olub, seldən ağaclar aşıb kökü ilə qarışıq. Sel aparıb. Bizimkilər də harada su gördülərsə ora girmək istəyirlər. Bayaqdan burada xeylaq bacılar var idi. Ayaqlarını suya salırdılar. Hər tərəfdə insanlar var. Burada, orada. Bakın. Bakın ne tutmuşsunuz? Ay, rыбку поймали. Ya bakın. Sağ da o. Нет, он уже мертв. Мы ее поймали, она у нас в руках и сдохла. Nasıl tepen rafa? Zakatola'da en yaşlı mı diyeyim, en büyük mü diyeyim ağaç. 500 yaşı var deyilene göre. Böyle bu da. Ben şimdi ne burada da. Buradan da o tarafa gidenler var. Böyle de gidenler var. Böyle de gidenler var. İstəyirəm oraya gedim. Bilmək istəyirəm. Heç vaxt bilməmişəm. Kakras əynimdə şalvar da var. Donla bir yerdə. Rahat çıxa bilirəm. Yükseklikten korkuram. Allah risk elədim. Слушай, İlişip kaldım. Uf. Hadi ilişip kaldım.
Komponente. Hayda heyecandan kolum keyibi. Qorxudan. Əslində qorxmadım, ləzzət elədi. Xoşuma gəldi. Sadəcə olaraq biraz stres keçirtdim bir anlıq. İlişib qaldım deyə. O da ki, ipi dartıb saxlamışam. Orada mənə dedilər ki, ipi gedəndən sonra aşağı çəkdə. Mən də çəkə-çəkə gedirəm, ona görə ilişib qalmışam orada. Bizdə böyüyümüz biraz yüksəklikdən qorxur. Amma indi uşaqlar üçün olanı tapmışıq. Uşaqlara mindirəcəyik. 15 manatdır. Uşaqlar üçün də 15 deyil? 5? Ha, uşaqlar üçün 5, böyüklər üçün 15. O lap uzunudur. Gəl, indi. Buradan ora kimi? Buradan gedirlər. Buradan da qayıdırlar. Sağ ol canım. Satarsın. Yuxarıdan gedirlər, aşağıdan qayıdırlar. Amir, боишься? Нет. Скинь, он скинь. Şöyle bir yerde var. Bura Şəkidir, kısaca. Demədim. Ay 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 ay. Hopsana. Musim davay. O Şəki yaylasıdır. Orada bax ziyarlayan şeylər də var şəkil çəkmək üçün. Deyəsən suyun üzərinə yerlənir. Burada kafecilər də var, qalmağa yerlər də var. 2 nəfərli 100 manatdır deyəsən, 3 nəfərli neçəsən. 150-dir, 3-üydü, 4-üydü. Amma biz qalmırıq, gedirik. Orada da qalmağa yerlər var. Mən buradaydım. Süper. Burada şəkil çəkmək yerlər çox gözəldir. Şimdi biz artıq gedirik evə, Sumqayıta qayıdırıq. 3 günlük gəzintimiz bitdi. Oy, insanların içindən çıxın ki, sağlık olsun. Sağ olun, salamat qalın. Növbəti videolara kimi.